Qarşıdan yeni təqvim ili gəlir. Çox da sual verirlər ki, bu bayram bizim bayramdır, kimin bayramıdır? Təbii ki, bizim deyəndə müsəlmanlar nəzərdə tutulursa bu İslam bayramı deyil. Amma bir yeni il təqvimi kimi gələn yeni təqvim ilini insan qarşılayırsa, bir-birinə təbrik edirsə ki, gələn ilin mübarək olsun, yeni ilin mübarək olsun. Burada heç bir qəbahət yoxdur. Yəni araşdıra bilərsiniz, baxa bilərsiniz. Burada bir qəbahət yoxdur. İnsan bir-birini təbrik eləsin, bir-birinin evinə ziyarətə getsin. Bayramlaşmaq, təbrik eləmək, ya süfrə açıb süfrədə oturub çörək yemək, bir-birini ziyarət eləməyin heç bir qəbahəti yoxdur və bu günlər fürsətdir ki, adam bir il axır bu təqvimlə yaşayırıq və bu bir il ərzində elədiyimiz əməlləri təftiş eləyək. Həmin o gecə başqa şadlıqlarla halal şadlıq ki, yəni ziyarətdir, süfrədir, onunla yanaşı bir iki rəkat adam namaz da qılar, Allahdan keçmiş üçün bağışlanmaq da istəyər. Çalışın hər bir həyatınızda hadisəyə bir mənəvi rəng də qatın. Bunu kiçiklərə, cavanlara deyirəm. Sizin hamınızı da qarşıdan gələn il münasibəti ilə təbrik edirəm. Allah bu ili bizə uğurlu eləsin. Allah bu ildə bir dövlət olaraq, xalq olaraq, millət olaraq da uğurlarımızı bol eləsin, çox eləsin. Allah bundan sonra bizim düşmənlərimizə fürsət verməsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu danışılan sözləri danışanın, eşidənlərin qəlbində təsir elə. Danışdığımıza, eşitdiyimizə əməl eləməyə bizi müvəffəq elə. Dünyamızı, axirətimizi abad elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Şəhidlərimizin müqəddəs ruhun bizə duası qərar ver. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Yaralı qazilərimizə şifaya acil mərhəmət elə. Ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. Bu xalqa, bu millətə xidmət eləyənləri müvəffəq elə. Dünya və axirətlərin abad elə. Hər kimin ürəyində nə hacəti var, cümə günü hacətin götürüb sənin evə gəlib, hamımızın hacətlərimizi rəva elə, dərdlərimizə dərman elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. İmam Zaman əleyhissalamın zuhurunu tez elə. Əudu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim. Qul əudu bi rabbin nas, məlikin nas, ilahin nas, min şərril vasvasil xənnas, əlləzi yuvasvisu fi sudurin nas, minəl cinnəti və nas. Sadaqallahul aliyyul azim.